Salam uşaqlar, bugünkü dərsimiz 7-ci sinif fizika üçün yenilənmiş qiymətləndirmə tapşırıqların izahıdır. Birinci yarım il üzrə yekunlaşdırıcı tapşırıqların B variantından başlayaq. Anlayışlardan hansı fiziki cəmiyyətdir? Sürət fiziki cəmiyyətdir. Buxarlanma fiziki hadisədir. Kiloqram fiziki cəmiyyətin vahididir. Təcil fiziki cəmiyyətdir. Trayektoriya fiziki cəmiyyətdir. Cavabımız olar 1, 4, 5. Səbətə 3 ədəd 450 qramlıq toyuq, hər biri 80 qram olan 6 dəst göyərti, 750 qram pendir və 3 ədəd 350 qramlıq çörək qoydular. Səbətdəki ərzağın kütləsini hesablayın. 3 ədəd 450 qram, onda 450-ni 3-ə vurarıq. 15 bir yadda, 12 bir də yad, 1350 qram. Hər biri 80 qram olan 6 dəst göyərti, 80-i 6-ya vurarıq. Eləyər 480 qram. 750 qram pendir və 3 ədəd 350 qramlıq, 350-ni də 3-ə vurarıq. Eləyər 1050 qram çörək qoydular. İndi baxaq, bu kütlələrin hamısını cəmləmək lazımdır. 1050, üstə gəl 1350, üstə gəl 480, üstə gəl 750. Baxırıq, burada toplayaq 15, bu da 8, eləyər 23, 2 yadda, 14, 2 də yadda, 16, 1 yadda, 2, 1 də yadda, 3, 3630 qram, onu da kiloqrama çevirsək 1000-ə bölərik, 3 kiloqram 630 qram. Cavabımız olar B variantı. Venn diaqramımıza baxaq. Düz xətli bərabər sürətli hərəkət, düz xətli bərabər yeyinləşən hərəkət. Sürətin istiqaməti dəyişmir. Hər ikisində düz xətli olduğundan 1 olar. Sürətin ədədi qiyməti dəyişmir. Bərabər sürətli hərəkətdə. Təcilli hərəkətdir. Bərabər yeyinləşən hərəkət. Sürətin ədədi qiyməti dəyişir. Bərabər yeyinləşən hərəkətdə. Cavabımız olar 2, 3, 4, 1. A bəndi. İdmançı stadionda A, B, C, D, Y trayektoriyası üzrə, yəni üzü belə istiqamətdə A-dan Y-yə doğru gəlir. Düzbucaqlının eninin AB 50 metr, bura 50 metrdirsə, onda aşağıdan D-Y məsafəmizdə 50 metr olar. Çevrənin radiusu 40 metr, BO radiusdur, 40 metrdir. İdmançının getdiyi yolun yer dəyişmədən nə qədər böyük olduğunu hesablayın. Yolu tapmaqdan ötürü AB 50'dir. Biz buradan yarım çevrənin uzunluğunu tapmalıyıq. 2 pi r bölünsün 2 eləyər pi r. Pi 3'dür, r də 40'dır. Bərabərdir 120 metr. Bu tərəfdən də 50 metr gələr. Deməli 50 üstə gəl 120. Üstə gəl 50. Bərabərdir 100, bu da 120, 220 metr yol gedər. Yer dəyişməsi isə A-dan Y-yə doğru gəlmişdir. AY məsafəsi yer dəyişmədir. O da bu yarım çevrənin diametrinə bərabər olduğundan 40, burada 40 eləyər 80 metr. 80 metrdə yer dəyişməsi nə qədər böyükdür? 220-dən 80-i çıxarıq. Burada da qalar 12-dən 8 çıxsaq 4, 1. 140 metr çoxdur. Cavabımız olar B variantı. Cismə F1 bərabərdir 6 Newton, F2 bərabərdir 16 Newton qüvvələr təsir edir. Bu cismə təsir edən əvəzləyici qüvvənin qiyməti ola bilməz. Bu qüvvələr hər ikisi eyni istiqamətdə olduqda bunları toplayarıq. 16 üstə gəl 6 eləyər 22 Newton. Deməli 22 Newtondan böyük ola bilməz. Baxırıq elə burada A variantımız. 16-dan 6-nı çıxarıq. Əks istiqamətli yönəldikdə qüvvələri çıxırıq. 16-dan 6-nı çıxarıq. 10 Newton. Demək 10 Newtondan da kiçik ola bilməz. Onda cavabımız 22 Newtondan böyük ola bilməz. Cavabımız olar 23. Voltmetrin mütləq xətası nə qədərdir? Mütləq xətanı tapmaq üçün bilirik ki, bir bölgünün qiymətini yarıya bölmək lazımdır. 20-dən 0-ı çıxarıq 20. 10 xırda bölgü var. 20-ni 10-a bölərik. Eləyər 2. Bir bölgümüz 2'dir. Bir bölgünün qiymətinin yarısı da mütləq xətadır. O da eləyər 1. Cavabımız olar A variantı. Hündürlüyü 2,5 metr, eni 4 metr.
uzunluğu 6 metr olan otaqdakı havanın kütləsini hesablayın. Hava olduğu otağın bütün həcmini tutduğundan biz birinci otağın həcmini taparıq. V bərabərdir A vur B vur H. Deməli, eni 4 metr, vurulsun uzunluğu 6 metr, hündürlük də 2,5 metr. 2,5'i 4'e vurarıq 10, onu da 6'ya vurarıq 60 metrin kubu. Bu həcmi tapdıq. Kütləni tapmaq üçün sıxlıq düsturunda M bərabərdir rho vur V. Rho 1,29 vur 60 bərabərdir. O da 12,9'u 6'ya vurarıq. O da eləyər 54. 5 yadda 12, 5 de yadda 17, 1 yadda 6, 1 de yadda 7, bir vücuda ayırarıq. 77,4 kilograma bərabərdir. Cevabımız olar B variantı. 8-ci tapşırığımıza baxaq. Rəqs tezliyi 0,5 1/saniyə və amplitudu 0,5 metr olan yaylı rəqqasa bağlı kürəciyin bir dəqiqəyə getdiyi yolu hesablayın. Bilirik ki, bir periodda 4 amplitud qədər rəqs edir, 4 amplitud qədər yol gedir. Onda n rəqs edərsə S bərabərdir 4 vurulsun A vurulsun n yaza bilərik. Bərabərdir 4 vurulsun amplitudu 0,5'dir. Vurulsun n'in də yerinə dövrlərin, rəqslərin sayının yerinə kiçik t böl böyük t. Bilirik ki, t böl t'yə bərabərdir. Bir dəqiqəmizin eləyər 60 saniyə. Periyodun da yerinə tezliyin tərs qiyməti 1/0,5. O da eləyər 10/5 2. Deməli tezliyimiz də 2'dir. Onda dövrlərin sayı olar 30. Vur 30 yazarıq bura. Bərabərdir 4 vur 0,5 eləyər 2. 2 vur 30 da 60 metr. Deməli 60 metr yol gedər. Cavabımız olar C variantı. Mətni tamamlayaq. Rezervor təcrübədən aşağıdakı nəticələrə gəldi. Atomun daxilində var. Çünki zərrəciklərin əksəriyyəti heç bir maneəyə rastlaşmadan lövhədən keçir. Onda atomun daxilində yazırıq bura boşluqlar var. 2 yazarıq. Atomun daxilində atomun kütləsinin böyük hissəsinin toplandığı müsbət yüklü nüvə var. Nüvə həmişə bilirik ki, müsbət yüklüdür. Bura yazarıq 1 var. Deməli burada baxırıq. Çünki müsbət yüklü alfa zərrəciklər bura yazarıq 3. Bəziləri ondan itələnərək geri qayıdır. Nüvəyə dəyir və nüvədən geri qayıdır. Rezerford bu nəticələrə əsasən sonralar atomun planetar modeli adlanan yeni model təklif etdi. Burada yazarıq 4. Cavabımız olar 2, 1, 3, 4. Y variantımız uyğun gələr. 10-cu tapşırığımıza baxırıq. Tarazlıqda olan tərəzilərdəki cisimlərdən el cisminin kütləsini hesablayın. Deməli baxırıq burada 300 qramlıq kubla burada 2 kürə tarazlaşmışdır. Eynidirlər. Onda bu 300 qramsa bunların hərəsi 150 qramdır. Onda buradan da bu 150 qram olur. Onda 150 qram üstəgəl el cisminin kütləsi 650 qrama bərabər olar. 650 bərabərdir 150 plus el cisminin kütləsi. Oradan da el cisminin kütləsi olar 650'dən çıxaraq 150'ni eləyər 500 qram. Cavabımız olar B variantı. 11-ci tapşırığımıza baxırıq. Əks istiqamətdə yönəlmiş iki eyni qüvvənin təsiri altında cisim eyni qüvvə əks istiqamətdə yönəlirsə, onda cismə təsir edən əvəzləyici qüvvə, məsələn, burada 10 newton, sol tərəfə də 10 newton qüvvə təsir edir. Onda əvəzləyici qüvvəmiz olur 0. Əvəzləyici qüvvə 0 olduqda cisim ya sükunətdə qalır, ya da düz xətli, bərabər sürətli hərəkət edir. Baxırıq burada D variantımız uyğundur. Sükunətdə qalır və ya düz xətli, bərabər sürətli hərəkət edir. 12-ci tapşırığımıza baxaq. Yaylı rəqqas bir period ərzində nə qədər yol gedər? Bilirik ki, bir periodda 4 amplitud qədər yol gedir. O tarazlıq vəziyyətidirsə, A və B kənar vəziyyətlərdir. Deməli, amplitud burada 30'dan 20'ye kimi eləyər 10 santimetrləndir. Deməli, A'mız 10 santimetrdir. Bir periodda da 4 amplitud qədər yol gedir. 4 vura
O da 4 vur 10 bərabərdir 40 cm yol gedər. Cavabımız olar C variantı. Cəmiyyətlərdən hansı vektorialdır? Uzunluq skalyardır, zaman skalyardır, qüvvə vektorialdır, sürət vektorialdır, kütlə skalyardır, təcil vektorialdır. 2, 4, 6. Verilmiş sürət zaman qrafikinə əsasən 14 saniyə müddətində gedilən yolu hesablayın. Baxırıq, sürətin zamandan asıllıq qrafikidir. Burada qrafikimizin zaman oxu ilə əmələ gətirdiyi fiqurların sayısı bizə gedilən yolu və yaxud yer dəyişməni verir. 10 saniyədə grafikin əmələ gətirdiyi fiqurumuz düzbucaqlıdır. 5-i 10-a vurarıq, eləyər 50 metr. 10 saniyədə 50 metr gedər. Sonraki 4 saniyədə trapeziyanın sayısını taparıq. S trapeziya bərabərdir. Kiçik oturacağımız 5 plus böyük oturacağımız 7 böl 2 vur. Hündürlüğümüz də buradan olar 14'dən 10'u çıxarıq 4. 12 böl 2 eləyər 6. 6 vur 4 24 metr. 50 metrdən də 24 metri cəmləyərik. Cəmi olar 74 metr yol. Kütləsi 89 qram olan cismin sıxlığını hesablayın. Sıxlığı tapmaqdan ötürü bizə cismin həcmi lazımdır. Kütləsi verilmişdir 89. Onun da həcmi də baxarıq. Baxırıq, menzurkada əvvəlki göstərici 50 cm kub idi. Sonra 60'a gəlmişdir. Baxırıq ki, bir bölgümüz 10'dur. Onda burada 60 olur. 60'dan 50'ni çıxarıq 10. Deməli, cismin həcmi 10 cm-in kubudur. 89'u da 10'a bölərik. Eləyər 8,9 qram bölünsün santimetrin kubu. Yükü müsbət 2 elektron olan iyonun nüvəsinin ətrafında 15 elektron, nüvəsində isə 18 neytron vardır. Atomdakı protonların sayı nəyə bərabərdir? Yükü müsbət 2 elektrona bərabərdirsə, deməli bu atom 2 elektronunu itirmişdir. İtirdikdən sonra 15 elektron qalmışdır. Deməli ondakı elektronların sayı neytral halda olanda 17 olmuştur. Neytral atomda da elektronların sayı protonların sayına bərabərdir. Onda da nüvəsində 17 proton olmuşdur. 17-ci tapşırığımıza baxaq. Düzxətli bərabər sürətlə hərəkət edən cisimlərin sürətinin zamandan asıllıq qrafiki verilmişdir. Uyğunluğu müəyyən edin. Baxırıq ki, 3 cismimiz var. Hər üçü bərabər yeyinləşən hərəkət edir. Başlanğıc sürətləri 0'dır. Yazarıq V0 bərabərdir 0. Təcillər lazımdır bizə. Təcilin düsturunu bilirik. A bərabərdir V çıx V0 böl T. Son başlanğıc sürət 0 olduğundan bizə qalır V böl T. Birinci cisim üçün təcili tapaq. 48 böl 4 eləyər 12. Deməli, birinci cisim üçün yazarıq 1'ə A. İkinci cisim üçün yazarıq 48 böl 6 eləyər 8. İkinci cismin təcili 2'yə B yazarıq. Üçüncü cismin təcili 48 böl 12. Bu da eləyər 4. 3'ə də C yazarıq. Eyni zaman müddətində getdiyi yol ən böyükdür. Bilirik ki, sürətin zamandan asıllığında qrafikin zaman oxu ilə əmələ gətirdiyi fiqurun sayısı bizə gedilən yolu verir. Onda üçüncü cismin getdiyi yol bu böyük üçbucağın sahəsidir. Deməli, ən böyükdür. Üçüncü cismə D də yazarıq. Təcili 0'a bərabərdir. Hər üçü bərabər yeyinləşən hərəkətdir və bərabər təcilli hərəkətdir. Təcil 0, ancaq düzxətli bərabər sürətli hərəkətdə olur. Situasiyamıza baxaq. Eyni kütləli və düzgün formaya malik olmayan iki bərk cisim verilmişdir. Eyni kütləlidirlər. İkinci cisim dəmirdir. Deməli, bu ikinci dəmirdir. Biri isə eyni kütləli mis və alüminiumdan ibarətdir. Deməli, bunlardan biri misdir, biri də alüminiumdur. Dəmir parçası menzurkada olan suya salınmışdır. Yəni, ikinci cisim. Laborant qarışıqda misin və alüminiumun həcmini müəyyən etmək üçün içərisində su olan menzurkanı, xətkeşi, çəki daşlarını, ştangen pərcarı və maddələrin sıxlığı cədvəlini şagirdlərə verdi. İkinci cismin kütləsini müəyyən etmək üçün laborantın verdiyi vasitələrin hansı lazımdır? Kütləni tapmaq üçün biz bilirik ki, M bərabərdir rho vur V'dir. Deməli, bizə burada maddənin sıxlığı lazımdır. Yəni, sıxlıq cədvəli lazımdır.
maddələrin sıxlığı cədvəli lazımdır bizə. Həcmi ölçmək üçün də içərisində su olan menzurka lazımdır. Bunları bilsək, biz kütləni tapa bilərik. İndi ikinci cismin kütləsi nə qədərdir? İkinci cismimiz dəmirdir. Dəmirin sıxlığı. Baxırıq burada 7,8 qram bölünsün kubmetrdir. Onda bizə dəmirin həcmi lazımdır. Baxırıq ki, menzurkanın əvvəlki göstərişi 20 millimetrdir. Millilitrdir. Bağışlayın. İçərisinə dəmir parçasını saldıqdan sonra neçə olmuşdur suyun göstərişi? Bura qədər qalxmışdır. Onda biz bu menzurkanın bir bölgüsünün qiymətini taparıq. Məsələn, 40-dan 20-ni çıxarıq. 20. 20-ni də bölərik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10-a. 20 böl 10 eləyər 2. Deməli, bir bölgümüz 2-dir. Baxırıq buradan 40-dan 2 bölgü aşağıdadır. 2, 2 eləyər 4. 40-dan da 4'ü çıxarıq. 36. Deməli, sonraki göstəriş 36 millilitr olmuşdur. Onda içərisinə saldığımız cismin həcmi 36 çıx 20. Bərabərdir 16 millilitr olmuşdur. Biz bu millilitri də kub santimetrə çevirməliyik. Əvvəlki çevirmə qaydalarından, yəni əvvəlki videolarımızdan biz bilirik ki, 1 millilitrimiz 1 kub santimetrə bərabərdir. Deməli, onda salınan dəmir parçasının həcmi 16 kub santimetrə bərabərdir. Onda gətirib yerinə qoyarıq. Dəmirin sıxlığı 7,8, həcmi də oldu 16. Bərabərdir 78-i 6-ya vurarıq. 16-ya vurarıq. 48, 4 yadda, 42, 4 də yadda, 46. Burada da 8, 7. 8, 14, 1 yadda, 11, 1 də yadda, 12. Bir vergüldə ayırarıq. 124,8. 24,8 qram. Bu oldu ikinci cismimizin kütləsi. Qarışıqda olan misin və alüminiumun həcmini hesablayın. Deməli, baxırıq ki, burada deyir ki, eyni kütləli mis və alüminiumdur. Deməli, kütlələr eynidirsə, yazarıq yenə sıxlığın düsturunu rho bərabərdir m böl v. Həcmini hesablayın. Deməli, baxarıq burada v bərabərdir m bölünsün rho. Burada şərtimiz var ki, eyni kütləlidir. Deməli, dəmirin ümumi kütləsi bu iki qarışıqda olan alüminium və mis kütlələrinin cəminə bərabərdir. Tapdıq ki, dəmirin kütləsi 124,8 qramdır. Bu qarışıqda olan alüminium və mis də yenə kütlələri eynidirsə, biz 124,8-i 2-yə bölərik ki, hər birinin kütləsini tapaq. Burada olar 6 dəfə, 12, 0, 4-də olar 2 dəfə, 8-də də olar 4 dəfə. Demək, hər birinin ayrı-ayrılıqda kütləsi 62,4 qramdır. Məsələn, indi yazarıq, mis üçün taparıq. Misin kütləsi oldu 62,4. Cədvəldən baxırıq, misin sıxlığı 8,9 qramla götürmüşdür. Bərabərdir. Bu da eləyər 624 böl 89. Bərabərdir. Deməli, burada olar 7 dəfə, təqrib 7 dəfə, 89-u da 7-yə vurarıq. Eləyər 623, 1 qalar, 7 tam. Deməli, 1-də olar 0 dəfə, 100-də də 89 olar 1 dəfə. Santimetrin kubu. 0,1 dəqiqliklə, deməli, biz də 10-1-ə yuvarlıq təqribən 7 santimetrin kubu. Alüminiumun həcmini tapaq və alüminium bərabərdir. Yenə kütləsi olar 62,4. Alüminiumun sıxlığını qoyarıq bura 2,7. Bərabərdir 624 böl 27. Bunu da bölüb təqribən yazaq. Bu da eləyər təqribən 23,1. Bunu da yuvarlaqlaşdırsaq 23 santimetrin kubu. Bugünkü tapşırıqlarımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Sağ olun.